bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətini bütün dünyaya nümayiş etdiriblər. Və bir də demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir. Ermənistanda aparılan uzun illər, aparılan 10 illiklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, Azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil. Və bir şey də demək istəyirəm. Əlbəttə ki, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan bayrağını öz başları üzərində görə bilərlər. Bugün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır. Onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər. O insana bənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər. Heç o bayrağa uzaqdan baxmağa qorxarlar.